Ağızdan çıxıb söyüş. Utanmırsan, sən indi deyirdin Allah, bu ağzından Allah sözü çıxırdı. Ne çıxmırsan, barda söyürsən. Deyirdin Peyğəmbər, Həzrət Əli, İmam Hüseyin, necə Hüseyin çıxan ağızdan söyüş çıxır? İmam Baqir buyurur, şiə odur ki, Allah'ı zikr eləsin, nalayiq söz ağzından çıxartmasın. Peyğəmbər buyurur, Allah bir neçə şeyə nifrət edir. Belə bizim dildə deyərik, zəhləsi gedir. Biri də söyüş çıxan ağızdır. Allah söyüş çıxan ağızdan nifrət edir. Və eyni zamanda Peyğəmbər buyurur, o ağızdan ki söyüş çıxır, Allah o ağızın duasını qəbul eləmir. Sonra deyirsən, nə oldu? Mən elə istəyirəm, Allah vermir. Ağzıva yiyəli gələ, sonra istədə, sonrası Allah'dır. Valideynin yanında heç kim nalayiq söz danışmır. Hətta böyük qardaşın yanında, hətta məsələn digər valideynlərin yanında, əminin, dayının yanında, 5 bayram bizdən böyük olanın yanında nalayiq söz danışmırıq. Nətər Allah'ın huzurunda danışırıq, heç narahat da olmuruq. İmam Baqir buyurur ki, bizim şiyəmiz o da ki, elə ağzına gələni danışsın, sonra da yekə-yekə danışsın ki, yox, məndən yox deyə elə imamdan qabaq bütün dünyanı mən hazırlayacağım, sonra imam gələcək. Ay, get sən ağzını düzəlt, sonra imamın gəlişi üçün çalışarsan.